Salam əziz həmkarlar, müəllimlər, şagirdlər və biologiya sevərlər. Biz bu videomuzda sizlərlə DİM 2025-ci il test toplusundan ürək və qan damarları bəhsinə aid olan testlərin izahlarını verəcəyik. Amma izahlara keçməmişdən öncə qeyd eləmək istəyirəm ki, İnşallah martın sonu, aprelin əvvəlindən təkrar qruplarımızla biz dərslərimizə başlayacağıq artıq. Sürətli şəkildə təkrara qoşulmaq istəyənlər 055 634 73 41 nömrələri ilə əlaqə saxlaya bilərlər. Birinci sualımızdan başlayırıq. Burada deyilir ki, kiçik qan dövranı qurtarır. Kiçik qan dövranı başlayanda başlayır ürəyin sağ mədəciyindən, qurtaranda bitir sol qulaqcıqda. Yəni cavabımız C bəndi olaraq götürmüş olacağıq. Davam edirik. Üçüncü sualımızda. İnsanın böyük qan dövranı qurtarır. Böyük qan dövranımız bizim başlayır sol qulaqcıqdan. Sol mədəcikdən bitir sağ qulaqcıqda. Cavabımız ona görə də D bəndi olacaq. Sonra üçüncü sualda insanda ürək boşluğunun hansı hissəsindən arterial qan keçir? Ürəyin sol hissəsindən arterial qan keçir, sağ hissəsindən isə venoz qan keçmiş olur. Ona görə üçüncü sualda cavabımız D bəndidir. Dördüncü sualda cavabımız isə B bəndi olaraq götürülür. Beşinci suala geldiğimiz zaman, beşinci sualda bize deyilir ki, ürəkdə ən qalın divarı olan hissə hansıdır? Sol mədəcikdir. Cavabımız D bəndi olaraq götürüləcək. Altıncı suala gelirik. Burada bize deyilir ki, insanda hansı arterial damarları ilə venoz qan axır? Arteriya damarları ilə sadəcə ağciyər arteriyaları ilə venoz qan axmış olacaq. A bəndi. 7-ci sualda insanda ürəyin hansı hissələri bir-biri ilə bilavasitə əlaqəlidir? Yuxarı hissələri, yəni qulaqcıqlar, aşağı hissə olan mədəciklərlə əlaqəli olmuş olur. 7-ci sualda cavabı yəni A bəndidir. 8-ci sualda ürək əzələsinin fəaliyyəti nə ilə tənzim olunur? Ürək əzələsinin fəaliyyəti simpatik sinirlər, parasimpatik sinirlər və təbii ki, hormonlarla tənzim olunmuş olacaq. Cavabımız A bəndi şəklində götürülür. 9-cu sualda limfa dövranının əhəmiyyəti düzgün qeyd olunan sıra. Demək, toxumalara gələn mayenin yenidən qan damarı yatağına qaytarır. Yəni bədəndə olan yağlar, yəni bağırsaqlardan bədənə sorulan yağlar, yağda həll olan vitaminlər limfaya sorulur ki, həmin maddələri nə etmiş olur? Qana qaytarmış olur. Ona görə cavabımız D bəndi olaraq götürəcəyik. 10-cu sualda hansı müddəa doğru deyil? Fiziki iş zamanı. Fiziki iş deyəndə gəlin götürək elə ən sadə nəyi canım sizə desin qaçmağı. İnsan qaçır. Qaçdığı zaman enerji daha çox sərf eləmiş olur. Enerji sərfiyyatı artır. Bu doğrudur. Qanda adrenalin miqdarı artır. Bu da doğru bir fikirdir. Nəbz vurğularımızın sayı artır. Bu da doğru bir fikirdir. Ürəyə gələn impuls seli güclənir. Doğrudur. Bu da ürək vurğularının sayını artırır. Ürəyə gələn impuls seli zəifləyir. Bax, bu fikir səhv bir fikirdir. Ürəyə impuls seli gəlməsi artar ki, simpatik sinirlərin gəlməsi artar ki, ürək fəaliyyəti artsın, daha sürətli dönsün, bədənə, əzələlərimizə daha çox qan qovsun ki, daha çox oksigen daşımış olsun bu əzələlərimizə və bu əzələlərimizdə deyək ki, oksigenli tənəffüs prosesini həyata keçirsin və əzələlərimiz oksigendən doymuş olsun. Bu cümlə. 11-ci sualda hansı qapaqlar qanın arteriyalardan mədəciklərə əks axınına mane olur? Cavabımız aypara qapaqlardır. Çünki sol mədəciklə aort arasında, sağ mədəciklə ağciyər kötüyü arasında aypara qapaqlar yerləşir. Yəni cavabımız D bəndi olaraq götürüləcək. 12-ci sualda bizə deyilir ki, insanda ürəyin mədəcikləri
Qanla dolarkən ürəyin qapaqları hansı vəziyyətdə olur? Mədəciklərə qan qulaqçıqdan gəlir. Qulaqçıqla mədəciklər arasında taylı qapaqlar olduğuna görə bunlar açıq olur, amma aypara qapaqlar bağlı olmuş olur. Cavabımız B bəndi olaraq götürülməlidir. 13-cü sualda insanda ürəyin mədəcikləri yığılarkən artıq qulaqçıqlara qan getməsin deyə burada taylı qapaqlar bağlı olacaq. Amma mədəciklər yığılanda qan damarlara qovulduğuna görə aypara qapaqlar açıq olacaq. Cavabımız Y bəndi olaraq götürəcəyik. 14-cü sualda venoz qan insan ürəyinin sağ mədəcik boşluğundan neçə iri damarla çıxır? Bir dənə iri damar, o da ağciyər kötüyü ilə çıxmış olur. Cavabımız C bəndi. 15-ci sual. İnsanda ürək siklinin birinci fazasında, yəni qulaqcıqların yığılması zamanı ürəyin qapaqlarının vəziyyəti necə olur? Qulaqcıqlar yığılanda qan qulaqcıqdan mədəciyə keçir. Ona görə taylı qapaq açıq olar, amma aypara qapaqlar bağlı olar. Cavabımız C bəndi olaraq götürülür. 16-cı sualda. İnsanda ürək siklinin ikinci fazasında ürəyin qapaqlarının vəziyyəti. İkinci faza mədəciklərin yığılmasıdır. Bu zaman nə baş verir? Qan mədəciklərdən damarlara qovulur. Onun üçün aypara qapaqlar açıqdır. Amma taylı qapaq bağlı olmalıdır ki, qan mədəcikdən qulaqcığa doğru qayıtmasın. Onun üçün cavabımız Y bəndi olacaq burada. 17-ci sualda insanda qanı qarın boşluğu orqanlarına gətirən arteriya damarların, yəni qarın aortası öz başlanğıcını haradan alır? Öz başlanğıcını aortadan alır ki, aortada ürəyin sol mədəciyindən başlanğıc götürür. Yəni bu da ürəyin sol payıdır. Cavabımız A bəndi olur 17-ci sualda. 18-ci sualda. İnsanda venoz qan ürək boşluğuna bilavasitə neçə damarla daxil olur və neçə damarla çıxır? Venoz qan ürəyin sağ hissəsinə daxil olacaq 2 damarla. Aşağı və yuxarı boş vena ilə çıxacaq ürəkdən bir damarla, o da demək ağciyər kötüyü ilə. B bəndi şəklində götürəcəyik biz cavabımızı. 19-cu sualda. Taylı qapaqlar insanda ürəyin hansı hissələri arasında olur? Qulaqcıqlar və mədəciklər arasında olur. Cavabımız C bəndi şəklində götürəcəyik. 20-ci sualda bizə deyilir ki, aypara qapaqlar insanda ürəyin hansı hissələri arasında olur? Mədəciklərlə arteriya damarları arasında olmuş olacaq. Cavabımız buna görə də D bəndi şəklində qeyd eləmiş oluruq. 21-ci sualda insanda aypara qapaqlar açıldıqda ürəkdən neçə növ qan çıxır? Demək, sol mədəcikdə aypara qapaq açılarsa, arterial qan aortaya qovulacaq. Sağ mədəcikdən aypara qapaq açılarsa, deməli venoz qan ağciyər kötüyünə qovulacaq. Ona görə 2 növ qan çıxır deyirik və cavabımızı B bəndi şəklində götürmüş oluruq. 22-ci sualda bizə deyir ki, insanın sol mədəciyindən çıxan damarların sayı 1 ədəddir, aorta. Sağ mədəciyindən çıxan damarların sayına nisbəti o da 1 ədəddir, arteriya. Cavabımız Y bəndi olmuş olacaq. 23-cü sualda X və Y-i müəyyən edin. İnsanda qan dövranı, kiçik qan dövranına aid olan damarları X-la göstəriblər ki, bura aid olacaq ağciyər arteriyası və ağciyər venası 4 və 6. Böyük qan dövranı damarlarına aşağı boş vena, yuxarı boş vena 5 və qaraciyər arteriyası 2. Sağ aorta qövsi insanda ümumiyyətlə yoxdur. Ona görə götürmədik. X-a aid oldu 4, 6, Y-ə aid oldu 1, 2 və 5. Cavabımız C bəndi şəklində götürdük. 24-cü sualda insanda M orqanından, yəni mədəmizdən çıxan müəyyən eritrositin F orqanına çatması üçün F orqanı da böyrəkdir.
böyrəkdir. Çatması üçün ürəyin taylı və aypara qapaqları neçə dəfə açılmalıdır? Baxaq, mədədən çıxan eritrosit, deməli, daxil olacaq qaraciyərə, oradan keçəcək qaraciyər venası ilə çıxıb aşağı boş venaya töküləcək və aşağı boş venadan ürəyin sağ qulaqcığına gələcək. Sağ qulaqcıqdan sağ mədəciyə keçəndə taylı qapaqlar bir dəfə açıldı. Düzdür? Bir dəfə açıldı taylı qapaqlar. Sonra oradan ağciyər kötüyünə keçməlidir ki, kiçik qan dövranına getsin. Aypara qapaq bir dəfə açıldı. Ağciyər venası ilə gələcək sol qulaqcığa. Sol qulaqcıqdan sol mədəciyə keçəndə taylı qapaqlar ikinci dəfə açıldı və sol mədəcikdən də aortaya keçəcək. Burada da aypara qapaqlar ikinci dəfə açılmış olacaq. Aortadan qarın aortası və böyrək arteriyası ilə böyrəklərə daxil olacaq. Demək, 2 dəfə taylı qapaq, 2 dəfə də aypara qapaq açılmalıdır. Ona görə 24-cü sualın cavabı bizdə Y bəndi olacaq. 25-ci sualda bazu venası ilə axan qan bilavasitə ürəyin hansı hissəsinə tökülə bilər? Bazu venası ilə axan qan bilavasitə ürəyin, yəni bazu venasından töküləcək yuxarı boş venaya, oradan da ürəyin sağ qulaqcığına. Yəni cavabımız C bəndi olaraq götürüləcək. 26-cı sualda insanda venoz qanın arterial qana çevrilməsi ilə baş verən qan dövranı prosesində iştirak edən orqanlar yerləşir. Venoz qan arterial qana çevrilməsində iştirak edən orqan ağciyərlərdir ki, bunlar da döş boşluğunda yerləşmiş olacaq. Cavabımız B bəndi şəklində götürülür. Davam edirik 27-ci sualla. Bizə deyilir ki, nə üçün bəzi cərrahi əməliyyatlardan sonra yaranın üzərinə buz qoyurlar? Çünki yaranın üzərində buz qoyduğumuz zaman qan damarları daralır. Elə ona görə cərrahiyyə otaqları elə buz kimi olur. Yəni qan damarları nisbətən orada daraldığı üçün. Cavabımız B bəndi şəklində olacaq. Qanın axmasını zəiflədir də, yəni orada. Qan axma falan olarsa birdən nə qədər olmaya zəiflədər. 28-ci sualda. Taylı qapaqlar qanın mədəciklərdən qulaqçıqlara doğru hərəkətinin qarşısını alır. Aypara qapaqlar isə mədəciklərdən arteriyalara doğru axmasının qarşısını alacaq. Yəni arteriyalardan mədəciklərə daha doğrusu D bəndi. 29-cu sualda. Sakit vəziyyətdə 16 saniyə ərzində insanın ürək mədəcikləri nə qədər boşalma vəziyyətində olar? Baxırıq. Baxırıq burada. Görək burada vəziyyət nə olacaq? Demək, 0.8 saniyə ərzində ürək mədəcikləri 0.5 saniyə boşalma vəziyyətində olur. Bəs 16 saniyə ərzində nə qədər olacaq? X qoyacaq, X da bərabər olacaq 10 saniyəyə. Yəni bizim burada cavab versiyamız D bəndi olacaq. 30-cu sualda sakit vəziyyətdə 16 saniyə ərzində insanın ürək qulaqcıqları nə qədər boşalma vəziyyətində olar? Yenə 0.8 saniyədə ürək qulaqcıqları 0.7 saniyə boşalma vəziyyətində olur. Bəs 16 saniyə ərzində nə qədər olacaq? X qoyuruq. Cavabımız 14 saniyə olur. Yəni C bəndi. 31-ci sualda bizə deyir ki, insanda qan damar sistemində taylı qapaqlar zədələnərsə nə baş verər? Təbii ki, taylı qapaq qulaqcıqla mədəcik arasında yerləşdiyinə görə qan ürəyin mədəciyindən geriyə, yəni qulaqcığa axmış olar. Yəni cavabımız C bəndi şəklində götürülməlidir. 32-ci sualda insanda qanın kiçik qan dövranına keçdiyi yolun düzgün ardıcıllığını göstərin. Demək, başlayırıq biz bunu sağ mədəcikdən. 5-dən başladıq, düzdür? Sağ mədəcikdən çıxır ağciyər kötüyü, oradan keçir ağciyər arteriyalarına. 1. Ağciyər arteriyasından ağciyərin içərisindəki kapilyarlara gəlir. 4. Oradan çıxır ağciyər venaları ilə. 2 və gəlib tökülür ürəyin sol qulaqcığına.
Yəni 3. Cavabımız B bəndi olur 32-ci sualda. Sonra 33-cü sualda insanda böyük qan dövranının keçdiyi yolun düzgün ardıcıllığını göstərin. Demək bu başlayır sol mədəcikdən 2 ilə. Sol mədəcikdən çıxır aorta ilə. 1. Aorta bölünür böyük qan dövranının arteriyalarına. 5. Böyük qan dövranının arteriyaları keçir kapilyarlara. 4. Kapilyarlardan keçir böyük qan dövranının venalarına, oradan da aşağı və yuxarı boş venaya. 3 və gəlib nəhayətində tökülür sağ qulaqçığa. 6, 2, 1, 5, 4, 3, 6. Yəni cavabımız C bəndi olacaq. Davam edirik. 34-cü sualda. Deyir ki, insanda normal şəraitdə 32 tənəffüs hərəkəti etmişdir. Bu zaman nisbi sakitlik halında ürək nə qədər ümumi boşalma vəziyyətində olar? Biz bilirik ki, bir dəqiqədə, yəni dəqiqə ilə istiqamətimizi, bir dəqiqədə 16 tənəffüs hərəkəti olursa, neçə dəqiqədə 32 tənəffüs hərəkəti olacaq? Bu olacaq 2 dəqiqə. Düzdür? 2 dəqiqə. Və ümumi sakitlik halında ürəyin boşalmasına 0,8 saniyədə 0,4 saniyə vaxt sərf olunur. Bəs 2 dəqiqə ərzində nə qədər vaxt sərf olunar? Onun yarısı qədər, yəni 1 dəqiqə. Cavabımız nə olmalıdır? Y bəndi olmalıdır. 35-ci sualda insanın ürəyin qulaqçıqları sutka ərzində neçə saat istirahət edir? 0,8 saniyə sikl ərzində ürək qulaqçıqları 0,7 saniyə istirahət eləmiş olur. Bəs 24 saat ərzində nə qədər istirahət eləmiş olacaq? X bərabərdir. 24-ü 0,7-yə bölüb 0,8-ə böləndə 21 saat istirahət etmiş olacaq. Cavabımız A bəndi. 36-cı sualda sutka ərzində insan ürəyinin mədəcikləri neçə saat istirahət edər? 0,8 saniyəlik ürək siklində 0,5 saniyə bu istirahət edir. Bəs 24 saat ərzində nə qədər istirahət edir? 24-ü 0,5-ə vurub 0,8-ə böləndə cavabımız 15 saat olmuş olur. Yəni D bəndi. 37-ci sualda insan 80 il yaşamışdır. Bu müddətdə onun ürəyinin mədəcikləri neçə il işləmişdir? 0,8 saniyəlik sikldə ürək mədəcikləri 0,3 saniyə işləyir. Və 80 il ərzində nə qədər işləyər? X-i buradan tapanda 80-i 0,3-ə vurub 0,8-ə böləndə cavabımız 30 il etmiş olacaq. D bəndi. 38-ci sualda deyir ki, insanda damarlara qovulan qanın miqdarının ürək əzələsinin yığılma tezliyindən asılılığı hansı qrafikdə düzgün verilir? Nə qədər çox ürək yığılsa, damarlara bir o qədər qovulan qanın miqdarı çox olacaq. Yəni 38-ci sualın cavabı elə D bəndi kimi götürüləcək. 39-cu sualda hansı qrafik insanda kiçik qan dövranı zamanı karbon qazının qandakı maddə miqdarının dəyişməsini düzgün əks etdirir? Yadınıza saxlayın, həmişə istər karbon qazı olsun, istər oksigen qazı olsun, bunlar sadəcə kapilyar damarlarında miqdarını artırıb azalda bilir. Kapilyarlarda miqdarını artıra bilər, azalda bilər. Arteriyalarda və venalarda bunların miqdarı həmişə sabitdir. Kiçik qan dövranının arteriyalarında karbon qazının miqdarı çox olur. Ağciyər kapilyarlarına gəldiyi zaman burada karbon qazı ağciyərə keçir, oksigen qana keçdiyinə görə kapilyarlarda karbon qazının miqdarı azalır. Amma ağciyər venalarında karbon qazının miqdarı minimal şəkildə olur. Yəni biz cavab versiyamıza baxanda ağciyər arteriyasında çox, kapilyarda azalır, venada isə lap az miqdarda qalır. Yəni cavabımızın Y bəndi olduğunu görərik. 40-cı sualda
Hansı qrafik kiçik qan dövranı zamanı oksigen qazının qandakı miqdarının dəyişməsini göstərir? Kiçik qan dövranının arteriyalarında oksigenin miqdarı az olur. Ona görə qan ağciyərə gedir ki, tərkibinə oksigen birləşdirsin. Oksigenin miqdarı az olur. Ağciyər kapilyarlarında bu oksigenin miqdarı artmağa başlayır. Çünki alveoldan qana keçir də bu oksigen. Düzdür? Artmağa başlayır. Ağciyər venasında isə çox olmuş olur. Cavabımız yəni B bəndi şəklində götürülməlidir. Gəldik 41-ci sualda. İnsanın böyük qan dövranı zamanı karbon qazının qandakı maddə miqdarının dəyişməsini düzgün əks etdirir. Böyük qan dövranının arteriyalarında karbon qazının miqdarı maksimum nədir, arteriyalarında minimum səviyyədə olur. Minimum səviyyədə olur. Gəlib toxuma hüceyrələrinə gələndə hüceyrədəki karbon qazı qana keçir və karbon qazının miqdarı artır. Oksigen də hüceyrəyə keçirdiyinə görə oksigenin miqdarı azalmış olacaq. Və böyük qan dövranının venalarında nə baş vermiş olacaq? Karbon qazının miqdarı çox olacaq. Deməli, az, artır, çox. Nədir cavabımız? Y bəndi şəklində götürəcəyik. 41-ci sualda biz cavabımızı. 42-ci suala gəlirik. Böyük qan dövranında oksigen qazının dəyişməsi əvvəlcə çox olur, sonra kapilyarda azalır, venada isə tam az oksigen qalmış olur. Cavabımız A bəndi olaraq götürməliyik. Davam edirik. 43-cü sualda aşağıda göstərilən hansı müddəa fiziki iş zamanı doğru deyil? Fiziki iş zamanı nə olur? İşlədikcə biz daha çox enerji sərf edirik də, düzdürmü? Ona görə enerji sərfiyyatı artır. Bu doğrudur. Ürəyə gələn impuls seli güclənir ki, həmin orqanlara, işləyən orqanlara daha çox qan qovsun. Ona görə bu da doğru bir fikirdir. Qanda adrenalinin miqdarı təbii ki artır ki, elə nə olsun? O ürəyin işini gücləndirsin həmçinin. C bəndi də doğru bir fikirdir. Nəbz vurğularının sayı artır. Bu da doğru bir fikirdir. Ürəyin işi güclənirsə, nəbz vurğularının sayı artacaq. Ürək siklinin davam etmə müddəti artmaz. Ürəyin işi artırsa ürək döntülərinin sayı artır deməkdir. Ürək döntülərinin sayı artanda ürək siklinin müddəti azalır. Ona görə cavabımız Y bəndidir. Yəni ən adicə düşünün də 60 saniyədə ürək 75 dəfə vuranda sikl 0.8 saniyə olur. 100 dəfə vursa 60-ı 100-ə bölsək ürək sikli 0.6 saniyə olur. Görürsünüz, sikl müddəti azalmış oldu. 44-cü sualda qanın damarlarda verilmiş axma ardıcıllığı insanın hansı orqanlarında mümkündür? Arteriya, kapilyar arteriya böyrəkdə olurdu. Arteriya, kapilyar vena bütün orqanlarımızda ola bilirdi. Ona görə elə qaraciyərdə aiddir bura. Cavabımız D bəndi şəklində götürmüş olacaq. 45-ci sualda insan 80 il yaşayıb ən qısa ürək fazasının ümumi davam etmə müddətini müəyyən edin. Ən qısa ürək fazası qulaqcıqların yığılmasıdır. Birinci fazadır. Düzdürmü? Bu 0.8 saniyədə olur 0.1 saniyə və 80 ildə nə qədər olacaq? X qoyacağıq. X-imizi 10 il tapacağıq. Cavabımız B bəndi. 46-cı sualda da mədəciklərin diastolası 50 ildirsə, ürəyin diastolası yəni nəyə bərabərdir? Bunu bizdən istəyir. Biz bilirik ki, ürəyin bir siklində mədəciklərin diastolası 0.5 saniyə olanda, ürəyin ümumi diastolası 3-cü fazada 0.4 saniyədir. Düzdür? Bəs 50 il mədəcik diastolası olsa, ürəyin ümumi diastolası nə qədər olacaq? Təbii ki, 40 il olacaq. Yəni cavabımız B bəndi şəklində qeyd eləmiş olacaq. Sonra 47-ci suala gəlirik. Burada bizə deyir ki, normada insanın ürəyində qanın bilavasitə keçməsi mümkündür. Qulaqcıqdan qulaqcığa xeyir. Mədəcikdən qulaqcığa o da xeyir. Mədəcikdən mədəciyə bu da xeyir. Qulaqcıqdan mədəciyə bəli. Cavabımız yalnız 4 D bəndi olacaq.
48-ci sualda. Şəkildə insanda X damar sistemi üçün hansı ifadə yanlışdır? X damar sistemi limfa damarlarındadır. Bunun üçün yanlışdır. Orqanizmin müdafiə funksiyasını yerinə yetirir. Bu düz fikirdir. Sürəti yavaş olub vena damarlarına açılır. Bəli, limfa sistemi gəlib açılır köprücüyaltı venaya, oradan da yuxarı baş venaya. Toxumalardan çıxan maddələri qan damar sisteminə qaytarır. Bəli, yağları, yağda həll olan vitaminləri qan damar sisteminə qaytarır. Sürəti yavaş olub arteriya damarlarına açılır. Arteriya yox, vena damarlarına açılır olmalıydı burada. Səhv fikrimiz budur. Qanın bəzi formalı elementlərini yaradır, limfositləri yaradır da. Bəli, bu da leykositlərin bir növü olduğuna görə doğru bir fikirdir. Cavabımız D bəndi olaraq götürdük. 49-cu sualda. Bir cədvələ əsasən X çıxılsın, Y müəyyən edin. Ürək sikli 1 saniyədir. Qulaqcıqların diastolası X verib, mədəciklərin stolası Y veribdir. İndi 0,8 saniyədə biz öyrəşmişik ki, qulaqcıqların diastolasına 0,7 saniyə sərf olunsun da, düzdür. Bəs 1 saniyə ərzində nə qədər olmuş olacaq? X bərabərdir. Biz burada nə edirik? Hesablama aparırıq. Demək, 1-i vururuq 0,7-yə, bölürük 0,8-ə. Və cavabımız olur 0,875 saniyə. Bu qulaqcıqların diastolasına sərf olunan zamandır. 1 saniyəlik ürək siklində. Yenə 0,8 saniyəlik ürək siklində mədəciklərin sistolası 0,3 saniyədir. Bəs 1 saniyəlik sikldə nə qədər olacaq? Ucu bu zamanda 0,3-ü vuracağıq 1-ə, böləcəyik 0,8-ə. Bu da eləyəcək x bərabərdir 0,375. 0,875-dən də 0,375-i çıxanda fərq qalacaq. Nə qədər? 0,5 saniyə. Yəni cavabımız Y bəndi olaraq götürüləcək. 50-ci suala gəlirik. 50-ci sualda deyilir ki, bizə qrafikə əsasən yanlış bəndi müəyyən edin. Qrafikdə də oksigenin qatılığının qan damarlarında miqdarı göstərilibdir. Birinci damarda oksigenin qatılığı artırsa, demək birinci ağciyər kapilyarıdır. İkinci damarda çoxdur, sabitdir. Bu, deyək ki, ağciyər venası da ola bilər, böyük qan dövranının arteriyaları da ola bilər. Üçüncü damarda, demək, nədir? Oksigenin miqdarı azalırsa, qatılığı azalırsa, demək bu, böyük qan dövranının kapilyarları olacaq. Dördüncü damarda da minimaldırsa, bu, demək, olacaq böyük qan dövranının venaları, həmçinin də ağciyər arteriyası ola bilər. Baxaq. Bir yanlış bəndi seçin. 2-dir, sağ mədəcikdən çıxan damar ola bilər. 2 ağciyər venasıdır və böyük qan dövranının arteriyalarıdır. Sağ mədəcikdən bu damarlarda çıxmır, yəni. İfadə doğru deyil. A bəndi elə səhvdir. 2 ağciyər venası ola bilər. Bəli, yazmışıq. 3 qaraciyər kapilyarı ola bilər. Böyük qan dövranının kapilyarlarıdır. Ola bilər. 4 qaraciyər venası ola bilər. 4-də böyük qan dövranının venası qaraciyər venasına aiddir. Elə ora aiddir, yəni doğrudur. 1 ağciyərdə qazlar mübadiləsi gedən damar ola bilər. Yəni ağciyər kapilyarı ola bilər. Bu da ola bilər. Doğru şəkildə qeyd edib bunu da. Davam edirik. 51-ci suala gəlirik. 51-ci sualda bizə deyilib ki, şəkilə əsasən sağlam insanın qan dövranına aid verilmiş damarlarla bağlı yanlış fikri müəyyən edin. A bəndidir ki, 3 venoz qan daşıyan arterial damar ola bilər. Ürəkdən çıxıb ağciyərə qan aparırsa, bu ağciyər kötüyüdür və yaxud da ağciyər arteriyasıdır. Venoz qan daşıyan arterial damardır. Doğrudur. Arterial damar deyəndə arteriya damarıdır, ola bilər, yazılmalıydı. B bəndində deyir ki,
Bir, oksigenlə zəngin qan daşıyır. Ağciyərdən ürəyə oksigenlə zəngin qan gəlir. Bu doğrudur. C-də deyir ki, 2 ürəyin sağ mədəciyindən başlanğıc götürür. Ürəkdən çıxıb qaraciyərə qanı aparırsa, bu böyük qan dövranı ilə çıxır və sağ mədəcikdən yox, sol mədəcikdən başlanğıc götürməlidir, aorta damarı kimi. Cavabımız C bəndi burada elə səhv bir cavabdır. 52 demək, digərlərinə baxırıq. Dördüncüdə deyir ki, dördüncü D bəndində deyir ki, dördüncü vena ola bilər. Dördüncü qaraciyərdən ürəyə qanı gətirən aşağı boş venadır da, yəni ola bilər. Y bəndində deyir ki, dördüncü venoz qan daşıya bilər. Bəli, qaraciyərdən ürəyə zaten venoz qan gəlir. Aşağı boş vena ilə. Bu da doğru bir fikirdir. 52-ci sualda deyir ki, əgər insan ürəyinin sol mədəciyindən çıxan qandakı bir eritrosit sol mədəcikdən çıxırsa, aorta ilə çıxır. 1. Aortadan nə deyir? Keçdiyi yol izləsək bu yol nə cür olar? Aortadan çıxır. Keçir böyük qan dövranının arteriyalarına. Böyük qan dövranının arteriyaları. Burada arteriya damarları var da zaten 4. Sonra keçir kapilyarlara 9. Daha sonra keçir vena damarlarına 5. Oradan gəlir ürəyin sağ qulaqcığına 7. Sağ qulaqcıqdan sağ mədəciyə 8. Sağ mədəcikdən çıxır ağciyər arteriyasından 3. Ağciyər arteriyasından sonra yenə ağciyər kapilyarlarına gəlir. Görək bunu təkrar yazmalıyıq. 1, 4, 9, 5, 7, 8, 3. Yox, yazmayıblar. Demək, sonra ağciyər arteriyalarından ağciyər kapilярı, oradan ağciyər venaları 2. Ağciyər venalarında ürəyin sol qulaqcığına 6 ilə qurtardıq. Cavabımız C bəndi olaraq götürdük. 53-cü suala gəlirik. Nə deyib bizə? Deyib ki, burada sakit halda yaşlı adamın ürəyindən 25 ton qan keçmişdir. Bu hansı müddətə baş verər? Ürəkdən sutka ərzində təqribən 10 ton qan keçir. Sutka 24 saatdır. 24 saatda 10 ton qan keçirsə, bəs nə qədər vaxtda 25 ton qan keçəcək? X bərabərdir. 25-i 24-ə vuracaq. Eləyəcək 600. Onu da 10-a böləcəyik. Cavabımız olacaq 60 saat. Yəni cavab versiyamız C bəndi olacaq. Bu şəkildə qeyd elədik. 54-cü sualda. İnsanın yuxarı boş venasında olan bir eritrosit hüceyrəsinin ürəyin şöbələrindən keçmə ardıcıllığı. İndi baxırıq ki, yuxarı boş vena belə şəkillərə biz sağımıza sol yazırıq, solumuza sağ yazırıq. Sağ hissədən yuxarı boş vena 4'tür. Buradan gəlir, bax bura, sağ qulaqcığa. Sağ qulaqcıqdan sağ mədəciyə. Buradan çıxır 2 damarı ilə, ağciyər kötüyü ilə. Demək, 4-dən keçdi 2-yə. Ağciyər kötüyü ilə getdi, ağciyəri fırlandı və 1 ilə işarə olunmuş ağciyər venaları ilə ürəyə qayıtdı. Oradan da keçdi ürəyin sağ sol mədəciyinə, sol mədəcikdən də çıxdı 3 damarı ilə, aorta damarı ilə. 4, 2, 1, 3. Yəni cavabımız B bəndi olacaq. 55-ci sualda bizə deyir ki, insanın ağciyər venasında olan bir eritrosit hüceyrəsinin ürəyin şöbələrindən keçmə ardıcıllığı necədir? Ağciyər venası bax bu damarlardır. Gəlir ürəyin sol qulaqcığına. 1 ilə işarə olunmuş hissə. Sol qulaqcıqdan keçir, 3 ilə işarə olunmuş hissə sol mədəciyə. Sol mədəcikdən çıxır aorta damarı ilə və buraya qayıdır təzədən ürəyin sağ qulaqcığına yuxarı və aşağı boş vena ilə. Yəni 2 ilə qayıdır. Qayıdır 2-yə. Sağ qulaqcıqdan da keçir sağ mədəciyə. Yəni 4 ilə işarə olunmuş hissəyə. 1, 3, 2, 4 şəklində olacaq cavabımız, yəni C bəndi.
56-cı suala gəlirik. Deyir ki, ürək fəaliyyətinin 3 fazasının cəmi hansı terminlə ifadə olunur? Ürək sikli termini ilə ifadə olunur. Cavabımız C bəndi. 57-ci sualda. İnsanda qan aşağıda göstərilən sxem üzrə hərəkəti zamanı hansı damarla axmaz? Sol mədəcikdən aortaya, ondan qarın aortasına, oradan kapilyarlara, aşağı boş venaya və ürəyin sağ qulaqcığına. Yəni ürəkdən də aşağıdakı orqanlara getdi. Ürəkdən yuxarıdakı orqanlara getmədi. Yəni bazo arteriyasına hərəkət etməz. Cavabımız A bəndi. 58-ci sualda. Sol mədəcik, aorta, yuxarı boş vena, sağ qulaqcıq. Yəni burada da axmaz deyirsə, ürəkdən yuxarıdakı orqanlara gedib burada. Ürəkdən aşağıda yerləşən orqanlara gəlməyəcək. Həmçinin də belə deyək də ağciyər arteriyasında olmayacaq. Cavabımız Y bəndi. Ağciyər arteriyası kiçik qan dövranına aiddir də. Onun üçün orada olmaz. 59-cu sualda bizə deyir ki, qan ağciyər kapilyarlarında demək 80 millimetr məsafə qət etmişdir. Biz bilirik ki, kapilyar damarda 1 saniyədə 0,5 millimetr qan hərəkət etmiş olur. Yol ilə getmiş olur. 1 saniyədə 0,5 millimetrdirsə, neçə saniyədə 80 millimetr olacaq? X bərabərdir 160 saniyə. Düzdür? Bu şəkildə. Sonra deyir ki, bu müddət ərzində ürək siklinin birinci fazasına sərf olunan vaxt, ikinci fazasına sərf olunan vaxtda nə qədər az olar? Ürək sikli 1 dəqiqədə 75 dəfə döyünürsə, 60-ı 75-ə böləndə ürək sikli 0,8 saniyəlikdir. Yəni bu şəkildə. İndi mən görürəm ki, ürək siklinin 0,8 saniyəlik siklində birinci fazası 0,1 saniyədir. Düzdür. İkinci faza 0,3 saniyədir. Nə qədər azdır? 0,3-dən 0,1-i çıxanda 0,2 saniyə az olmuş olur. 0,8 saniyəlik sikldə birinci faza, ikinci fazadan 0,2 saniyə azdırsa, 160 saniyəlik sikldə neçə saniyə az olacaq? 160-ı 0,2-yə vurub 0,8-ə böləndə cavabımız olacaq 40 saniyə. Yəni burada Y bəndə alacağıq biz cavabımızı. 60-cı sualda. Toxuma mayesindən sızan bir qisim maddələr limfa kapilyarlarına keçmişdir. Bu maddələr qaraciyər hüceyrəsinə nəql olunması üçün verilən strukturlardan hansı ardıcıllıqla keçməlidir? Bu maddələr limfa ilə gəlib açılacaq vena damarlarına, körpücüyaltı venaya, oradan yuxarı boş venaya və yuxarı boş venadan da ürəyin sağ qulaqcığına. 6-dan 1-ə gələcək. Sağ qulaqcıqdan sağ mədəciyə 2-yə. Düzdür. Sağ mədəcikdən ağciyər kötüyü ilə çıxacaq, gedəcək, ağciyəri dolanacaq, ağciyər venası ilə gələcək ürəyin sol qulaqcığına. Sol qulaqcıqdan sol mədəciyə, oradan aorta ilə çıxacaq. Aortaydan çıxdıqdan sonra gələcək qarın aortası və qaraciyər arteriyasına 8-ə. Sadəcə heç burada 5-ə fikir vermədim. Böyük təbii ki, limfa kapilyarlarına keçmiş maddələr keçəcək böyük limfa damarlarına, oradan sonra vena damarlarına gəlib açılacaq. Cavabımız 5, 6, 1, 2, 3, 4, 7, 8. Yəni A bəndi olmalıdır. 61-ci sualda. İnsan orqanizmində qanın damarlarda hansı keçidləri mövcuddur? Vena kapilyar arteriya mövcud deyil. Arteriya kapilyar vena bütün daxil orqanlarımızda var. Vena kapilyar venada qaraciyərimizdə var. Ona görə 2 ilə 3 olacaq bizim cavabımız D bəndi. 62-ci sualda. Qırmızı sümük iliyində təzəcə əmələ gələn və hələ oksigen daşımamış eritrosit ilk dəfə insan ürəyinin hansı hissəsinə daxil olur? Qırmızı sümüyündə əmələ gələn və oksigen daşımamış eritrosit böyük qan dövranının kapilyarına qoşulur. Və bu kapilyarlardan ya aşağı boş vena ilə, ya da yuxarı boş vena ilə gəlib ürəyin sağ qulaqcığına tökülür. Ona görə cavabımız burada B bəndi olacaq. Gəldik 63-cü sualda.
Deyir ki, qanvermə aksiyası zamanı Samirin əzələ venasından alınan 200 ml qan analiz edildikdən sonra Həsənin əzələ venasına vurulur. Bu qanda müəyyən bir eritrosit son olaraq Samirin ürəyinin hansı kamera boşluğundan xaric olub və Həsənin ilk növbədə ürəyinin hansı kamera boşluğuna daxil olacaq. Əzələlərimiz bizim orqanlarımızdır. Orqanlarımıza, yəni bədənimizin orqanlarında, yəni orqanlarımıza qan hardan gedəcək? Böyük qan dövranı ilə gedəcək də, düzdürmü? Onda Samirin ürəyinin kamera boşluğundan bu eritrosit hardan çıxacaq? Sol mədəcikdən çıxmış olacaq. Cavabımız ya C bəndi olacaq, ya da Y bəndi olacaq. Elədir, Həsənin vena damarına qoşulursa bu, həmin bu vena damarı ilə ya aşağı boş venaya, ya yuxarı boş venaya qoşulmalıdır ki, bu da nə edəcək? Ürəyin sağ qulaqcığına gəlib töküləcək. Ona görə cavabımız C bəndi olur 63-cü sualda. 64-cü sualda bizə deyilir ki, hansı damarlarda venoz qan axır? Görürəm ki, bu qan çıxıb ürəyin sağ mədəciyindən. Demək ki, ağciyərə gedib. Kiçik qan dövranıdır. Ağciyərə gedən 3 və 4 damarlarında venoz qan axmış olacaq. Amma 65-ci sualda arterial qan soruşduğu şeydə 1 və 2 damarı ağciyər venası olur ki, bunlar da arterial qan daşımış olacaq. 66-cı sualda. Proseslərdən hansı insanda ürək siklinin birinci fazasında baş verir? Taylı qapaqlar açılır, bəli. Qan ağciyər arteriyasına vurulur, xeyr. Taylı qapaqlar bağlanır, xeyr. Aypara qapaqlar bağlıdır, bəli. Qan aortaya vurulur, xeyr. Qanın qulaqcıqlarda mədəciyə vurulması baş verir, bəli. Cavabımız 1, 4, 6 şəklində götürüləcək. 67-ci sualda. Proseslərdən hansı insanda ürək siklinin ikinci fazasında baş verir? Yəni mədəciklərin yığılması zamanı. Taylı qapaqlar bağlı olmalıdır. Qan mədəciklərdən damara vurulmalıdır. Aypara qapaqlar açıq olmalıdır. Demək, aypara qapaqlar açıq, qan aortaya vurula bilər, taylı qapaqlar bağlı. Cavabımız 4, 5, 6 şəklində götürdük. 68-ci sualda proseslərdən hansı ürək siklinin 3-cü fazasında baş verir? Burada mədəcik əzələləri, qulaqcıq əzələləri boşalmış vəziyyətdə olur. Ürək ümumi istirahət edir, düzdürmü? Amma qulaqcıqlara qan dolur. Həmin zaman ki, birinci faza bundan sonra birinci faza təkrar edəcək və sikl daxil. Ona görə qulaqcıqlara qan dolur, mədəciklərin əzələləri boşalmış vəziyyətdə olur, qanın ağciyər arteriyalarına vurulması ikinci fazadadır. Aypara qapaqlar bağlı olur, taylı qapaqlar da eynən bağlı olur. Ona görə 5-in altında götürmədik. Cavabımız 1, 2, 4 şəklində qaldı. 69-cu sualda. Normal halda insanda ürəyin aypara qapaqları açıqdırsa, demək ki, ikinci fazadır bu. Mədəciklərin əzələsi yığılıb, taylı qapaqlar bağlı olub. Cavabımız 2 və 5 şəklində götürəcəyik. 70-ci sualda. Normalda insanda ürəyin taylı qapaqları açıqdırsa, demək birinci fazadadır. Qulaqcıq əzələləri yığılıb, demək aypara qapaqlar bağlıdır. Qan da qulaqcıqdan mədəciyə keçib. 71-ci sualda insanın hansı damarlarında arterial qanın axmasını müəyyənləşdirin. Demək, bizim yenə sağımız soldur, solumuz sağdır. Düzdür. Ürəyin sol mədəciyindən aorta çıxdı. Aorta çıxdı. Bu aorta qarın aortasına keçdi və yuxarı beyinə, qollara qan apardı, arterial qan apardı. Ona görə 2 ilə 3 arterial qandır. Gələndə 1 aşağı boş venadır, venoz qandır. Bunu götürmürəm mən burada. Və sonra buradan da demək
Sağ mədəcikdən də ağciyər kötüyü ilə çıxdı, getdi ağciyərlərə, venoz qan gəldi, qayıtdı ağciyər venası ilə ürəyin sol qulaqcığına. Orada da damar vermədiyinə görə cavabımız 2-3 şəklində götürmüş oluruq. 72-ci sualda deyir ki, əgər 5 dəqiqə müddətində ürəyin aortaya vurduğu qanın miqdarı 25 litrdir. 5 dəqiqə 25 litrdirsə, 1 dəqiqə 5 litr olacaq da, 25-i 5-ə böləcəyik. Deyir ki, aşağı boş venadan ürəyə gələn qanın miqdarı 15 litrdirsə, biz normalda nə bilirik? Bilirik ki, aortadan çıxan qanın miqdarı bərabərdir normal halda. Qanaxma falan baş verməyibdir. Aşağı boş vena ilə yuxarı boş vena arasında ürəyə qayıdan qanın miqdarına. 15 litr aşağı boş venadırsa, 25 də aortadan çıxandısa, demək 10 litr yuxarı boş venaya qayıdandır da. Düzdürmü? Bir dəqiqə ərzində yuxarı boş vena ilə vahid zaman ərzində ürəyə gələn qanın miqdarını hesablayın. 5 dəqiqə ərzində ürəyin yuxarı boş vena ilə ürəyə qayıdan qanın miqdarı 10 litr olubsa, 1 dəqiqə ərzində nə qədər olacaq? 5 dəqiqə ərzində 10 litr olubsa, 1 dəqiqə ərzində x qoyanda x-imizi biz tapırıq 2 litr. Cavabımız burada nə olmalıdır? 2 litr olmalıdır. Davam edirik. 73-cü sualda. Deyir ki, ürəkdən aorta ilə çıxan qanın 75%-i aşağı boş vena, 20 litr isə yuxarı boş vena ilə ürəyə qayıdıb. Demək ki, bu 20 litr nədir? 25%'dir də, ümumi qan 100%'dir axı. 75%'i aşağı boş vena alınan,sa yerdə qalan 25%'i yuxarı boş vena alan gəlib ki, bu da 25%'dir. 100% nə qədərdir? Aortadan çıxanı hesablayırıq. X da bərabərdir 80 litr olacaq. Nədir indi bizdə? Onda ürəkdən həmin müddət ərzində aorta ilə çıxan qanın ümumi miqdarını tapın. Eyni şeyi veribdir bizə. Elə birbaşa hesabladıq. Cavabımızın 80 litr olduğunu qeyd eləmiş olduq. Belə, əzizlərim, bu dəfəki video izahımızı burada saxlayırıq. İnşallah növbəti video izahda bu testlərin davamını qeyd eləyəcəyik. Sağ olun, hələlik.